Oxuduq Abdullah Şaiqin Ana-bacı əsərini. Yaxşı, əsərdə sizə təsir edən nə oldu uşaqlar? Qadının savadsızlığı. Savadsızlığı. Başqa? Aha. Onların elə bir çəçəyə. Qadın qocaq işləmir, oğulda xəstəmizə görə yardım istəyir. Aha. O yardımı hardan almalı idi əslində? Əslində de görüm. Qadın nə deyir? Kağız hara yazılmalıdır? Evet, onlar yeri çıkmış kağızı yaz, ver ona. Qadının başa düşmür. Gedir ona sen şimdi yaz ver ona çıkma verirler. Ancaq naçalnik sözü işlədir qadın. Oğlun deyir ki, hansı naçalnikə? Aha. Ama oğlan gedir qaynana və oğlan başa salır ki, yəni sən demə o işləmir deyir, dövlətdə işlədiyi yerdən pul istəyir. Ay sağ ol. İndi əslində kağız hara yazılmalı idi? Hara yazılmalı idi əslində həmin kağız? Ev idarəsinə, deyir o yaşadığı ərazilərdə ev idarəsinə kağız alınıb, işlədiyi yerdəki naçalnikə verilməli idi ki, həmin oğlana nə gəlsin? Yardım gəlsin. Nə yardımı? Ərzaq və pul yardımı verilməli idi də. Niyə o yardım alırdı ki? Bir də niyə yardım alırdılar? Xəstə idi, uzun bir müddət xəstə idi, düzdür. Yaxşı, qadın axır bizim qəhrəmanı nə cür başa sala bildi? Ay sağ ol, bir neçə dəfə getdi, gəldi, qadın fikrini tam şəkildə izah edə bilmədi və axırda nə dedilər? Dedilər gedək evə. Ay sağ ol, kim dedi? Anası dedi ki, bu belə alınmır da. Yeniyək, sən deyib dur, qadınla ged evlərinə, orada oğlundan tam dəqiq öyrən ki, hara verilməlidir, nə verilməlidir. O evdə gedib ondan götürdü, yazdı və tam şəkildə aydın oldu ki, kağız hara, nə cür yazılmalıdır, düzdür? Qadının adı nə idi? Əvvəlcə bunu soruşaq. Ana-bacı. Ana-bacının məğrurluğunu, qürurlu olmağını biz harda gördük? Ay mənim oğlana pul verir, o boşluq almaq istəmir. Ona corab verir. Sonra oğlan onun qarşısına geçer, o görünür ki, Mən ona ehtiyacım yoxdur, mən onu şey olaraq sizə Aha. borcum qaytar. Deməli, oğlan gedir kağızı yazırlar. O biri qadın ana-bacının oğlunun adı nə idi? qardaş. Ata-baba. Ata-baba. Aha. Bizim qəhrəman gedir, ata-baba ilə kağızı yazır, hazırlayır və onların evi nə cür idi? Elə bir Kasıb olduğu evdən də bilinirdi, düzdürmü? İlk dəfə onun kasıb olduğunu harada başa düşdü qəhrəman? Birinci dəfə rastlaşanda qadının köhnə yamaqlı bir çarşoydaydı, düzdür? O çarşoy bilirsiniz də nədir? Belə başdan belə bürünürlər də ona, həm də soyuqdur. Hə, deməli, oğlan ilk dəfə orada gördü kasıb olduğunu, başa düşdü. Və sonra evdə də kağızı yazandan sonra bir miqdar pul verir. Yaxşı, pul verdi, gəldi və biz orada qadın sanki o pulu götürmək istəmir. Onun o məğrurlu, qürurlu olduğunu ilk orada görürük, düzdür? Yaxşı, ondan sonra gələndən sonra qəhrəmanımız ana-bacını tamamilə unutdu, yoxsa necə? Aradan bir neçə ay keçsə də gözü hər yerdə sanki ana-bacını axtarır. Hər dəqiqə onu düşünür ki, görəsən indi necədirlər, vəziyyətləri nə cürdür. Sonra onlar harada qabaqlaşırlar? Ana-bacı gəlir. Fidan, hara gəlir ana-bacı? oğlan evi gəlir. Niyə gəlir? Hansı səbəblə? Aha. Düzdür. O ona təşəkkür niyyəti ilə corab hörüb gətirir, düzdürmü? Orada da bir söz deyir ana-bacı. Elə bir o da deyir. Aha, orada neyir? Corabı verəndə qəhrəman neyir? Aha, niyə pul vermək istəyir Çünki ona? elə bir Yardım etmək istəyir. həm də ona ev Axı ona corab hörüb, bu da qarşılığında pul verir. Amma ana-bacı nə deyir oğlana o pul verdiyinə mən görə? elə buna görə etmirəm də sən. Pula görə deyir, mən sənə corab hörməmişəm. Əgər deyir, mən bunu pul üçün hörsəydim, bunu deyir, hara aparardım corabı, sənə yox, hara aparardım deyir. Bazara satmaq üçün deyir, mən bunu bazara apara bilərdim, düzdür? Yaxşı, orada ana-bacı bir dənə də üzr xahlıq eləyir. olsam da qəlbim ruhum geniş. Aha, yaxşı, bir də üzr xahlıq eləyir. Nə üzr xahlığı eləyir? Niyə üzr xahlıq eləyir? Deyir, əslində mən sənə nə hörmək istəyərdim? Prosta mənim ipim yox idi. Qalmadığı üçün. Ondan sonra təklif eləyir ki, mən verim. Aha. Sən orada yalnız qalmıram. Hə, ip almaq üçün pul lazımdır da. Deməli, ana-bacının da pulu az olduğuna görə corab almağa, corab hörmək üçün ipə ancaq pul
pul çatır. Düzdürmü? Aşı belə.